Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla eyni ərzaqdan 2 növ salat hazırlayacağım. Salatı hazırlamaq üçün toyuq filesi, kartof, kök və yumurtanı əvvəlcədən qaynatmışam. Qaynadıb qabığın soyduğum kökü ortadan bir neçə yerə bölüb bu cür doğrayıcıdan keçirdirəm. Doğradığım kökü geniş bir qabın içərisinə əlavə etdim. Yumurtanı da ortadan 2 hissəyə bölüb eyni qaydada doğrayıcıdan keçirdirəm. Kartofları da bir neçə yerə kəsdikdən sonra doğrayıcıdan keçirdib bir yerə yığıram. 3 ədəd turşu xiyarı da kubik şəklində doğrayıram. Xiyarları da doğrayıb bir kənara qoyuram. Göyərti olaraq şüyüd və göy soğanın yaşıl hissəsini götürmüşəm. Xırda-xırda doğrayıram. Kökün üzərindən əvvəlcədən doğradığım yumurtanı, kartofu, diddiyim toyuq filesini əlavə edirəm. Üzərinə turşu xiyar və göyərtini əlavə edirəm. Duz, istiot əlavə edib qarışdırıram. Duzun istiotun miqdarı zövqə görə dəyişə bilər. Ərzaqların üzərinə biraz mayonez, biraz da xama əlavə edirəm. Xama yağlı olsa daha yaxşı olar. Sonda qaşıqla yaxşıca qarışdırıram. Mayonezi az olsa yenidən artırmaq olar. Boşqabın orta hissəsinə stəkan yerləşdirmişəm. Hazır salatın bir hissəsini qəlbin içərisinə əlavə edib üzərini hamarlayıram. Salatın üst hissəsindən qarğıdalı konservi əlavə edirəm. Kənardakı qəlbi və stəkanı çox ehtiyatla çıxardıram. Salatın üzərini şüyüdlə narla bəzəyəcəm. Qeyd edim ki, salatı öz zövqünüzə görə müxtəlif formada bəzəyə bilərsiniz. Gördüyünüz kimi görünüşü mükəmməldir, dadına söz ala bilməz. Bu cür hazırlanan salat bayram süfrənizin əminəm ki, bəzəyi olacaq. Həqiqətən də çox ləzzətli salatdır, hazırlamağa dəyər. Eyni ərzaqla paytaxt salatı da hazırlayıram. Əvvəlki ərzaqların üzərinə qarıq əlavə edib qarışdırıram. Artıq gördüyünüz kimi eyni ərzaqla həm paytaxt salatı, həm də gülçələngi salatı hazırladıq. Sizlərə də bu üsulları mütləq sınamağı tövsiyə edirəm. Hazırlayacaq olanlara nuş olsun.